Salamlar, mən bugün sizlərə dəyər yayınlarının 11-ci sinif üçün keçirilmiş olduğu buraxılış sınaq 4-dən ingilis dili sualların izahını bölüşəcəm. Başlayıram 7-ci sualın izahından. Deməli, 7-ci sualda bizdən düzgün yiyəlik halla bağlı cümlələri seçməyimizi istəyir. Baxırıq ki, canlı ümumi isimdə apostrofa istər düzələt və özündən sonra isim gəlib, biri götürəcəm. İkincidə ing var, cümlədə başqa feil yoxdur deyə özü feildir. Today, tomorrow, yesterday zaman tipli sözlər apostrof s üstəgəl isim formatında varsa, o formada işlənibsə, yiyəlik halda 3-ü götürəcəm. Got yiyəlik hal deyil. Cümlənin sonunda ət varsa və isim apostrof s düzəlibsə, yiyəlik halda mən bunu götürəcəm. Yəni doğru cavabım olacaq 1, 3, 5. Gəlin baxaq indi 8-ə. Deməli, by'dan sonra by bir çox mənada işlənir. Nəqliyyat vasitəsi varsa, by car, by plane, o zaman article işlənmir. Yəni biz baxırıq ya D-yə, ya E-yə. Deməli, theater sözün qarşısında isə bir məkan bildirdiyi üçün teatra gedirik adətən. Avtobusda, lakin bu gecə piyada gedirik. Bu olacaq deməli Z. The crew found equipment left in the capsule. Deməli, equipment sözü təkdədir. Əlbəttə ki, biz burada main-ini işlədə bilmərik. F-ünü işlədə bilmərik. 2 və 4 olacaq bizim cavabımız. Deməli, çünki F-yi və meni cəm isimlərlə işlənir. Gəlin baxaq 10-cuya. 10-cuda biz birincidə zən görürük. Zən müqayisə dərəcəsidir. Short sözü tekecal deyə bunun müqayisəsi olur shorter. Deməli, bunlar getdi. İkinci tərəfdə isə deməli, D artiklı var deyə bu artıq özünü göstərir ki, burada biz həm də off var, yəni akademik ilin final deməli ekskursiya ən həyəcan vericisi olacaq. Bu artıq ən yaxşıdır, seçimdir, olacaq the most, həm də Z artiklı ilə mostdan işlənir, üstünlük dərəcəsi. Experiment was so complex, yəni çətin mürəkkəb idi. Hardly varsa biz orada any one ya da anybody qoya bilərik ancaq. Deməli, feildən sonra da obyekt gəlir əlbəttə ki. Obyektimiz elə itdi. O da olacaq B variantı. Yəni, o qədər mürəkkəb idi ki, demək olar ki, heç kim bunu həll edə bilməzdi. Gəlin, indi nəzər yetirək. Deməli, baxın, sinlə keçmiş olmaz. Keçmişdən gələcək olmaz. Keçmiş sadə ilə indiki bitmiş since yoxdursa heç vaxt olmaz. If-dən sonra would olmaz. Keçmiş bitmiş və would indiki bitmiş. Bu deməli, yəni qeyri-real şəhbudaq cümləsidir. Əgər mən atıcı ulduzu olsa, shooting star, yox, atıcı ulduzu nə idi? Ulduz gəlsəydim, mən bir deməli, arzu tutardım, bəli, arzu tutmuş olardım. Bu artıq qeyri-real şəhbudaq cümləsidir. Gəlin baxaq ki, situation sözü cəmdədir. Rely ondan işlənir, kiməsə etibar etmək. Deməli, rely ondan işlənir. Bəli, bir dəqiqə mən də bunun üstündən xətt çəkdim. Üzüldü sayın. Və digər tərəfdən mən gördüm ki, rely ondan işlənir. Deal with. Tədqiqatçı çox qəribə, çətin situasiyalarla məşğul olmalı idi. O öz instinktinə etibar etməmişdən, güvənməmişdən əvvəl. Rely ona etibar etmək güvənməkdir. Deyir də işlənir with-lə. Deməli, baxın, since var. Since-dən sonra əlbəttə ki, biz bitmiş yazmalıyıq. Özündən əvvəldə keçmiş sayda uzlaşmanın pozulduğu yeganə yerdir. Since-də uzlaşma pozulur deməli. İndi bu elə cümlədir ki, deməli, sual cümləsinin təsdiqi bir tərəfdədirsə, biz digər tərəfə inkarını qoymalıyıq. Onun da inkarı olacaq, deməli, were not they. Daha doğrusu, mən də çalışdım. Baxın, were not they. They yox. Gəlin, nəzər yetirək düzgün cümlələrə. Bu da uzlaşma sualıdır. Each of-un mübtədası cam, xəbəri tək, okeydir. Neither nor sonuncu ilə uzlaşır. Xəbərə ən yaxın duran sən təkdəsənsə was olmalı idi. Yanlış olacaq. Of-dan əvvəlki cəmdir, include cəmdir, okeydir, 1, 3. Sözönüyə qədər cəmdədirsə, is yox, ad olmalıdır. Ona görə də bu 1, 3 deməli D-dir. İndi baxırıq digərinə. Deməli, shouldn't to-dan işlənmir. Modal feil istəyir. Baxın, nedən to-dan işlənmir.
Out to-su can to-dan işləmir. Deməli, ikisinə baxaq. It's advisable that you should concentrate on your school work. You ought to realize that your future depends on it. Əlbəttə ki, can't nəyisə bacarmamaqdır. Deyil, sənin üçün məsləhətlidir ki, sən öz məktəb dərsinə konsentrasiya ola bilmirsən, bacarmırsan. Xeyr, əlbəttə ki, olmalısan. Yəni sən dərk etməlisən ki, gələcəyin bundan asılıdır da, tərcüməyə görə. Baxın, deyə çevrilə bilmir. Biz indi baxırıq. Mübtəda, subject, verb. Bu da place, adverbdur. Burada object var ki, yox, tamamlığı olmayan, kimin nəyi sualına cavab verməyən sözlər keçmir. Sözlər olmayan cümlələr keçmir məhcula. Elə birdir, birincisi. İkincisi, objektim var mənim. Baxın, objektim var mənim. Keçir əlbəttə ki. Deməli, subject, verb. Bu da. Bu zamandır, sorry, bu zamandır. Bu place'dir. Çardağın arxasında. Bu da keçmir, əlbəttə ki, 1-3'dür. Portrait burada objektir. 1-3 keçmir. Düzgün sual cümləsini istəyir. Sual sözünü qoymalıyıq biz birinci. Sonra köməkçi feil. Sonra mübtəda. Sonra da əsas feil. Gəlin də bu quruluşla gedək də. Elə adı da. Stole, steal feilini keçmişdir. Didlə keçmiş olmaz. Köməkçi səhv gəlibdir. Köməkçi yoxdur. Köməkçi ilə feil yana gəlməz. Deməli, had təkdədir. Deməli, gəlin baxaq. Adla vörü çıxın, have çıxın, vörü çıxın. Əlbəttə ki, has been. Sən şlyapan yolubdur və həmçinin so have the clothes. Baxın, bu qısa cavabdır. So do I. Burada da has been washed. O bir səhvdə have the clothes. O mənadadır, yəni. Cəmdə də have. Definition istəyir. Deməli, procrastinate nəyisə gecikdirməkdir, ərtələməkdir. C. Elə 2-yə C veribdir. Predict nəyisə gözləməkdir. A. Conduct da organize, yəni rəhbərlik etməkdir bir şeyə. B, C, A deməli. Bu da E-dədir. Antonim əks mənalını istəyir deməli. Elə adı da unfortunate, bədbəxt, lakin uğurlu. Ineffective, useless, hər ikisi faydasızdır. Hər ikisi xüsusidir, hər ikisi yaddır, hər ikisi yadda qalandır. Deyil, Yeni Zelandiya cənub-qərbi Sakit Okeanında yerləşən bir adadır, ölkədə yerləşən adadır. Bu iki əsas silin bayaqdır. Şimal ada və cənub adası. Most of the population lives in the north, especially in Auckland, which is the largest city. Ən böyük şəhər olan xüsusilə Aucklandda, şimalda əhalinin çoxu yaşayır. Həmçinin Wellington, deməli, millətin paytaxtıdır. Alman tədqiqatçı Abel Tasman, deməli, 1642-də adlara baxan ilk Avropalı idi. O, Statenland adlandırdı. Lakin daha sonra bu yenidən Alman deməli kartoqrafları tərəfindən adlandırıldı. Yeni Zelandiya adlandırıldı, yəni. Həmin vaxtda deyir ki, yerli Maori xalqı artıq burada bir neçə əsrdir ki, yaşayırdı. 18-ci əsrdə Britaniyalı tədqiqatçılar James Cook tərəfindən idarə olunan yəni ekspedisiya adada baş çəkdi. Bu da Avropa məskunlaşmasını artmasına yol açdı. Əksərən deyir ki, Böyük Britaniyadan insanlar bəli tərəfindən oldu. 1840-cı ildə isə deməli Waitangi sazişi də imzalandı Britaniya ilə və müxtəlif Maori şeflər arasında. Siv. Dəqiqə. Bu da sazişdə deyir ki, Yeni Zelandiyanı Britaniya koloniyası etdi. Və burada deyir ki, bu torpaqda sahiblik uğrunda ziddiyyət periodları var idi. Ölkə demək olar ki, deyir, amma yəni belə deyək də
eventually, yəni zamanla artıq müstəqilliyə doğru getdi. 1907-ci ildə bəli, müstəqil oldu və artıq tamamilə müstəqil bir demokratik millət idi. Bugün Yeni Zelandiyalılar tez-tez kivilər adlandırılır. Onlar müxtəlifdir kənd təsərrüfatı, manufaktura və turizm sahələrində çalışır. Ölkədə dünyaca məşhurdur öz yeganə vəhşi təbiətinə və gözəl landşaftlarına, yəni gəzməli, görməli məkanlarına görə. Bu sahələr də deyir, vacib rol oynayır milli iqtisadiyyatda və hər il dünya ətrafında milyonlarla turistin diqqətini çəkir. Düzgün cavabı istəyir. Waitangi sazişinə görə nə oldu? Deməli, New Zealand became a British colony. Bəli. Yəni Britaniya koloniyası, Britaniya müstəmləkəsi olmuşdu Yeni Zelandiya bir növ. Mətnə görə nə düzgündür? Abal Tasman ilk Avropalı idi, eləmi? Bəli. Yox, Avropalı idi, daha görməyə gələn. 1840-da idi bu saziş. Bir dəqiqə baxaq. Bəli, 1840-da idi. Deməli, onda elə olacaq 1-4. 2-də də səhvdir. Maori xalqı Britaniya... Deməli, bir dənə baxaq. Maori xalqı burada hardaydı? Maori xalqı məncə onlardan qabaq gəlmişdi. Bəli, bu da deyil, bir neçə dəfə artıq gəlmişdi onlar. Bir də Wellington ən böyük şəhəri idi. Wellington yox. Auckland idi ən böyük şəhəri. Mətn əsasən nə haqqındaydı? Əlbəttə ki, James Cook'un həyatı yox. Niyə Auckland kapital şəhərdir yox. Turizm necə başladı yox. Miqrasiya nümunələri yox. Tarixi, coğrafiyası həmin o Yeni Zelandiyanın. Yeni Zelandiya əhalisi deməli. Gəlin indi baxaq. 400-dür əlbəttə ki. Əsasən consists mainly of Dutch explorers. Deməli, Yeni Zelandiyanın əhalisinə gəlin bir dənə baxaq. Lives in North. Əhalisinin əksəriyyəti deyir ki, şimalda yaşayırdı da. Bu da 2-4 yəqin ki, düzdür. Böyük Britaniyada koloniyada atdılar deyəndə ki... Bu deyil. Böyük Britaniyada koloniyada atmadılar ki. Deməli, daha sonra biz baxırıq ki 2 və 4 olacaq. 2 və 4 olacaq, bəli. New Zelandiyalılar çünki orada yaşayır. Deməli, əsasən Alman tədqiqatçılarına ibarətdir. Buna baxmaq istəyirəm. Elə bir cümlə yoxdur. Bəli, əhalisinin əksəriyyəti biri deyil, baxın. Şimalda yaşayır. Bir də Yeni Zelandiyalılar müxtəlif sahələrdə işləyir. O da turizmdədir. Bir də kənd təsərrüfatıdır. Deməli, paragraf 2-yə baxırıq indi biz. To write your name to show that you agree with its contents. Əlbəttə ki, sign. İşarə eləmək, yəni öz adını yazırsan. Native sözünə sinonim, paragraf 1-də. Indigenous olmalıydı burada. Yerli, bəli. Elə bu olacaq. 29-da. Deməli. The country. Deməli. Müstəqilliyə doğru irəlilədi də. The country passed deyə bilərik. To müstəqillik olaraq bir dənə gəlin nəzəriyyə etək. Deməli deyir ki, burada müxtəlif deməli ziddiyyət dövrləri varkən o müstəqilliyə doğru getdi. İndi gəlin bir dənə baxaq. Bir dənə nəzəriyyə etək buna. Bəli, liberty olar, freedom olar. Freedom olar, azadlığa doğru. Move da yəni keçmək deməkdir deməli. Hansı ki, o past ola bilər. Ya da went də ola bilər. Deməli, move sözünə. Went də yaza bilərik biz past yerinə. Step də deyə bilərik. Məsələn, stepped to freedom. Addımladı, bəli.
Ondan sonra deməli baxaq 30-da. Bu da öz fikirlərinizi yazmaq istəyir. Yəni sərbəst sualdır. Bu qədər. Sağ olun.